Samir'in atdığı hər addım onun qəhrəmanlığına qarşı göstərdiyi variz nümunədir. Ölüm hamısına qismət olur, amma şərəfli ölüm hər adama qismət olmur. Seçilmişlərə qismət olur. Bu özü də bir mənalı söz mən düşünürəm. Döyüşlərdə qalib oldum, öz qanıyla tarix yazan qəhrəmansan igid oğlum. Sən vətənin həm namusu, qeyrətisən, bu milləti xilas edən şərəfisən, izzətisən, Samir adlı ürəklərdə yaşayacaq bir sevgisən. Alqış deyir vətən sənin hünərinə, bu hünərlə nəsillərə nümunəsən. Mahirə Mehdiyeva, şəhid Samir Mehdiyevin anasıyam. Mən bugün uca məqamlı şəhid Samir haqqında danışmaq istəyirəm. Samir kim idi? Hələ məktəbə getmədən öncə 3-4 yaşında olanda özündən 3 yaş böyük məktəbli bacısından yazmağı, oxumağı öyrənən bir oğul idi. Hələ dili tam formalaşmamış, nitqi tam formalaşmamış Azərbaycan himnini avazla, həvəslə, maraqla oxuyan bir oğul idi. Samir məktəbə gedən ilindən də dərslərinə çox diqqətlə yanaşan, əla oxuyan, evdə, ailədə atasına, anasına çox hörmətlə, sevgi ilə yanaşan bir oğul idi. Və həyat elə gətirdi ki, o getdikcə, müddət uzandıqca onun biz ömür kitabına nəzər saldıqca görərik ki, Samir qısa həyatında çox çətin sınaqlarla əhatə olunmuş bir uzun yol keçdi. Samir'in atdığı hər addım onun qəhrəmanlığına qarşı göstərdiyi variz nümunədir. Onda xüsusi bir qeyri-adi hərəkətlər var idi, bədahətənlik var idi. Samir həm məktəbdə müəllimlərinə qarşı olan sevgisi, Samir'in evdə valideynlərinə qarşı olan xidməti, bütün öz yaşıdları və yaşıdlarından qat-qat böyük olan, yəni insanlar arasında qazandığı hörmət də bunu əks etdirirdi. Xidmətdə olduğu sərhəd qoşunlarında da öz layiqli addımları ilə bütün bu hərəkətlərini doğrultdu. Onun hələ hərbi sıralarında xidmət edərkən vətənə qarşı, hərbiyə qarşı ümumiyyətlə olan sevgisi onu həmin bu hərbiçiliyə gətirib çıxartdı. Bu evdə böyüyüb, boya başa çatıb, 241 saylı məktəbdə oxuyub və orada onun müəllimlər tərəfindən, şagirdlər tərəfindən qazandığı sevgisi də buna sübutdur. Və Samir sonra məktəbi bitirəndən sonra hərbi xidmətə gedib. Hərbi xidmətdən qayıdandan sonra hər yerdə kiçicik istehsalatlarda çalışdı. Həqiqətən bu belə oldu. Hardasa bir il bilməm nə qədər, bir ay oturdu evdə, atasına belə elədi. Adam evdə oturmaq vaxtı deyil. Atası dedi ki, Samir, mən istəyirəm səni dövlət işinə düzəldim. Oyan boyan. Dedi, atacan, o özü də bizim üstümüzə heç vaxt avalidən olmazdı. Dedi, atacan, sən haçan nə düzəldirsən elə, amma indi oturmaq vaxtı deyil. Başladı Murad bəy, orada biraz, bu da elə bir Allah tərəfindəndir ki, bu Samir tanındı. Orada bir ay, burada bir ay, necə bir ay? İxtisara düşürdü, bu uşaq çıxırdı və belə. Lap sonda Zirənin mərkəzinə girəndə ekoparkımız var. Bax, orada il yarım işlədi, mühafizədə. Və oradan da o qədər çox yorğun idi onun başı ki, bir dəqiqə belə bunun istirahəti yox idi da. Bugün gəlibsə sabah yenə, hələ bax bu cürünə. Orada bir gün Samir'in həyatında bu hərbi həyat belə başladı. Yazılır, divarda reklam vurul ki, filan yerdə iş var, özünüzü yoxlaya bilərsiniz. Bax, elə bir hərbidə, bilmirəm hansı en hissədə, gəldi mənə dedi ki, anacan, belə bir şey var. Mən istəyirəm özümü sınağa çəkim, gedim görüm ha. Mən özümü hərbidə görürəm də, gedim görüm. İndi hardasa bir ildir qutarıb məktəbi, buna lazımdır ki, imtahanlara hazırlaşmaq. Dedim ki, nə olar Samir, evi yoxdur, mən ona xeyir dua verdim. Dedim, yaxşı olun, sənə uğurlar olsun. Orada da özünüz də bilirsiniz ki, idmanın özəyi normativi idmandır da. İdmandan əgər sən keçdin, orada deyiblər ona. Sonra səni göndərir ki, mərkəzə, Bakıya, orada da sən yaxşı normativləri yerinə yetirdinsə, gedirsən, imtahan verirsən, ya maxilliyə, ya gizirliyə qəbul olursan. Bu da öz biliyi ilə, biraz da mənim çalışqanlığımla maxilliyə daxil oldu, inanırsınız? Öz biliyi ilə.
Onu orada Vaqif demiş ki, qınadılar da ki, sən Samir işimi qoyub niyə gedirsən hərbiyə? Dedi, mən orada görəm özümü. Mənim yerim orada. Belə özü nə qədər çətinliklərlə ona yükləsən deyə bu insan demirdi ki, mən bezdim. Bezmək deməzdi bu. Və məsəl üçün deyən ona ki, Murad bəy ki, Samir söhbət əsnasında heç tanımırsınız da ona. Samir, bax mənim belə bir müşkülüm var. O sizin o probleminizi həll eləməsəydi, əl çəkməyəcəkdi. Bax belə bir oğlu idi valla. Bizdə belə bir qayda var ki, evdə əgər böyük atadırsa, ana da səlahiyyət daşıyır. Amma ata evin böyüdür, şahıdır və evlad onu ilə hesablaşmalıdır. Mən onları müdaxilə eləməzdim. Nə desə yaxşıdır o. Deyirdi ki, atacan, bax bu pul almışam, bunun 1/3 hissəsi bizim deyil ha. Atası deyirdi ki, oğlum, ən yüksək dağların başında sən təlimlərdə ağrı acı ilə qazanmısan, bəs kimindir? Deyirdi, illərlə ata ət yüzü görməyənlərin. Ata al qoyun kəs, Valih bilir bunları, hə? Ata qoyunu al, kes, payla ay ata, payla. Şəhid valideyni əgər sizdən razıdırsa, Allah da sizdən razıdır. Çox, özü də lap çox. Görün nə qədər bu evin ehtiyacı var belə insanlara. Düz 5 il, 6 il bundan öncə bir də baxaq görək ki, bir qız gəldi bizə. Çox yerlərdən adamlar gəlir. O bayırda şəkillər var, hamını o gətirib bizə, vurdurub ora. Özü də tibb başçısıdır, ali təhsilli qızdır, 3 evlad anasıdır, çox belə şəhid ailələrinə gedəndir, onlara yanandır. Bir gün yatar yuxuda görər ki, Samiri, məndir özümdir ana tibb başçısıyam, gördüm Samir meşədə qanı içindədir. İstədim ki, ona yaxınlaşım, deyim ki, Samir, sən yaralısan, gəlib mən sənə yardım eləyim. Mən qayıtdı deyir, dedi ki, gəlmə deyir. Mən şəhid olmaq istəyirəm, gəlmə. Ana deyir, 2-ci cəhdimi elədim ki, Samir, sən evdə anan gözləyir, belə olmaz, mən sənə yardım eləyim. Nə desə yaxşıdır, deyir, mənə deyir, yardım eləmə, anamın yanına get, anamı tək qoyma. Elə bildir, ana, isti su töküblər başıma, bir yerimdən hövlan qalxdım ki, oradan, buradan, çox vətənpərvər qızdır. Bax, helələrini də ümumiyyətlə, Samirin filmində də o çəkildi o qız burada. Ziyafət dadı. Evimizi, həyətimizi, xalçamızı yuyub gedir, belə hər işimizi görüb gedir ki, bu mənim üçün şərəfdir. Bir heç bəlkə də evladın adama qayıdar, o boydana qız var, bizi var belənçinə. Bu nəyi bildirir? Yenə gətirirəm ki, ilahi, mən sevincdən belə bihuşam ki, mənə belə bir gözəl bir evlad vermişsən. Cəfər Avali, Samirin dayısı oğlu. Samir barədə danışılası çox söz var. Samir elə bir oğul idi ki, yəni hər kəsin qəlbində iz qoya bilmişdi. Mən düşünürəm ki, hər kəsə nəsib olmur insanların qəlbində iz qoymaq. Samir nəinki yaxınlarının, hətta minlərlə yad insanların qəlbində iz qoya bilmişdi. Çünki həmişə seçilib, uşaqlıqdan da seçilib, son nəfəsinə kimi seçilə də şəhidliyə ucaldı. Samirin çünki müəyyən necə deyim, kriteriyaları var idi ki, onlar çox fərqləndirirdi onu digərlərdən. Məsələn, onun imanı, təqvası gənc yaşına baxmayaraq onu çox seçirdi həm yaşlarından və həmçinin digərlərindən. Mən həmişə demişəm, insanın dərinliyi, şəxsiyyəti yaşa baxmır, millətə baxmır. Dərin şəxsiyyət insan hər yaşda ola bilər, hər millətdə ola bilər. Amma nə gözəl ki, o elə ən yaxın insanlarından biri olanda da çox insan sevinir, əlbəttə ki, fəxr edir ki, insan öz yaxında, ətrafında da belə insanları görəndə, şəxsiyyətləri görəndə. Çünki onu nəsə deməyə ehtiyac yox idi. O, sanki dünyanı görmüş bir insan kimi bir yarı sözdən tam başa düşürdü ki, nə demək istəyirsən, ürəyində nə desən. Elə adamlar nadir halda olur ki, o əlbəttə ki, hər insanlar adama huzur verir. Birinci, çox böyük enerji verir. Mən həmişə o yana danışanda, söhbət eləyəndə, həmişə gələndə qarşılayırdıq, görüşürdük. Hətta o qədər sadəliyindən söz düşmüşkən, yaşmağın formasına gələndə xahiş edirdik ki, əgər kəndlisənsə götür mənə zəhmət olmasa, istəmirəm formada görsünlər məni. Yəni ki, adam əgər istəsəydi başqa cür, onu da eləyə bilərdi, yeri gəlsəydi, göstərmirdi özünü, məsələn üçün o qədər bildirmirdi seçdiyim. Halbuki zaten seçilmiş idi, amma seçdirmirdi özünü. Sadəliyindən söz düşmüşkən yəni. İmanın da ki, əlbəttə ki, vaxt tapan kimi məscidə getmişik bir yerdə, sonra digər yerə də getmişik bir yerdə, balaca kiçik vaxt tapan kimi, hələ o kiçik vaxtda yaxın dostlarını da, əzizlərini, qohumları da ziyarət etməyə vaxt tapırdı o az vaxtda. Yəni ki, çatdıra bilirdi yəni.
Yəni hər şeyini payatka ilə quran insan idi, şəxsiyyət idi. Onu danışdıqca adam danışır, yadına düşür, bir yandan kədərlənir, bir yandan sevinir. Amma danışılası söz çoxdur əlbəttə ki, Samir barədə. Uşaqlıq şəkilləri var ki, ayaq hara açılır. Yəni ki, lap belə giriş eli müqəddimədə deyim ki, biz kasıb bir ailə olmuşuq, Murad bəy. Çox kasıb ailə olmuşuq. O dərəcədə ki, yəni olur da insanın həyatı getdikcə görürsən ki, biraz böhrana düşürsən, biraz əvvəl yaxşı idin, sonra daha yaxşı olursan. Yəni bizdə də mənim rəhmətli atam, rəhmətli anam bizə çox dəstək olub. Onlar da çox kamil bir insanlar idi, çox gözəl. Həm səxavətli ürəkləri var idi, xeyirxah qəlbləri var idi. Bugünkü gündə əgər bir kimsə qapı açırsa, xüsusilə yetim qapısı açırsa, o özü böyük bir Allahın mükafatına qazanır. Bax, mən elə bir valideyndən evlad olmuşam. O Samir də göz açıb, bax, bu ailəni görüb. Demirəm, mənim qaynanam, qaynatam da olub. Onlar amma kasıb idilər, yaşlı idilər. Yəni ki, o bimaşad adamdırlar, belə sakit insanlar olublar. Amma Samir'in doğulduğu, yəni bu ailədə bir işə gedib gəlib atası, yəni az maaş alıb, yəni böyük bir varlı bir ailə olmayıb da, amma fikir verin, sonda ona nə böyük Allah var qismət eləyib. Bunu biz bilə bilmirik. Ona görə də hər dəfə də söz gəlişi deyirik ki, ilahi, aqibətimizi, axirətimizi xeyirli elə, ilahi pərverdiyara. Əsas budur. Mən nə edirəm o dünyanın malını ki, burada qalır. Amma mən nə qazandım? Mən həmin o varı dövləti Allahdan axirətimcə istəyirəm. 13-14 yaşında hardasa bu eləyir 5-6-cı siniflərdə. Biz ona deməmişdik ya Murad bəy. O, burada kəndimizdə təzəcə açılmışdı şadlıq evi, retro. Bizim iznimizlə də atacan olara, hələ məktəbi oxuyura. Olara, mən gedim orada ata ofisantlıq eləyim. Ata deyirdi ona ki, ay oğlum, nə deyərlər bizə? Ata yox, həvəsi vardı, içindən həvəsi var. İnanırsız gedirdi. Məktəbdən gəlirdi, öyrənirdi dərslərini, gedirdi ki, sabah toy olacaq, hazırlığa gedirəm. Belə diqqətli və özü də konkret uşaq idi. Sonra nə inirdi? Kənddə də bizdə palatka toyla olurdu, gedərdi çayçılığa, çox zəhmətkeşi. İnanırsınız da, bax, buradan əllərin içində qabar olardı. Çox mən təəccüb edirdim. Gecə saat 2-də gəlirdi evə. Nə inirdi? Bax, o şəhidin hərəkətlərinin elə birinci odur da. Birinci gəlib atmazdı, başına yatmazdı. Murad bəy əvvəlcə dişlərini yuyurdu. Əvvəlcə idmanlı elirdi. Sonradan saat 3-4 deyə onda qoyurdu, başını yatırdı. Nə bilim, mən ona görə deyirəm ki, Samir, mən sənə körpə deyim, mən sənə uşaq deyim, böyük deyim, nə deyim ki, Samir, söz tapa bilmirəm. Elə böyütdü bu Samir oldu mənim gözümün qabağında ki, mən o beşiyi yırğalayanda onda mən bilməliydim ki, bu həmin igidin beşiyidir. Bax, fikir verirsiniz, etap, mərhələlər necə gəldi, çatdı 27 yaşına. Mən bilmədim heç. Bu hara getdi, hansı ki, vaxt keçib üstündən. Amma inanın ki, Samir mənə elə bir axırda mükafat verdi ki, düzdür, illər sonrası da keçsə, bu hara əlin yaralansa, bu köz bağlayıb köz düşür. Amma bu köz bağlamayan bir yara gəzdirirəm mən qəlbimdə. Və acı həsrət də olsa, uca bir fəxirdir ki, mən belə bir Samirin anasıyam. Uca məqamlı, igid, mərd, qəhrəman şəhid Samirin anasıyam. O maxilliyə daxil olandan sonra Murad bəy, onun təyinatını verdilər Cəllabada. O il yarım, baxın, orada yaşıl biretka tankist işləyib o. Və orada işləyə paradın 100 illiyinə həsr olmuş, yəni orada böyük parad var idi, orada medal verdilər ona. Və o artıq kurs var idi, onu qəbul eləmişdi, işləyə orada. Özü gəldi, dedi ki, atacan, mən xeyir dua verin, mən xüsusi təyinatlıları istəyirəm keçim, biz də bilmirik axı bu nədir. Sən demə, bax, orada şəkil də çəkilib, başını necə qırxıblar, gizir. O şəhidlikdən sonra biz bildik ki, Samir yaşmadı, özü də ki, kiçik gizir. Ona qədər deyirdi ki, anacan kim soruşdu, deyin ki, xüsusi təyinatlıdır, yəni nöqtə. Çox uzatma, yəni ana. Heç mən bilmirdim ona anasıyam. Yəni Samirin şücaətinə görə gəlib xüsusi təyinatlara keçib, onu Rembo kimi qəşəng onu imtahanlardan keçirdiblər. Aparıblar Türkiyəyə. Oradan da olmazın əzab, əziyyətlə ondan sonra döyüş meydanında göstərdiyi o cəsarəti mən deyərdim ki, mütləq şəklində hamı bilməlidir, mütləq şəklində. Bir də onu deyə bilərəm ki, mən elə gənclərimizə də, yeni ailələrə də arzu edirəm ki,
elə bizim millətimiz, Azərbaycan milləti həmişə sayılıb, seçilib qədimdən istəyir qəhrəmanları ilə, böyük şəxsiyyətləri ilə, səxavətli insanları ilə. Elə arzu edirəm ki, onlar həmişə olub, var olacaq da, indiki dövrdə də, həmçinin bu çətin dövrdə də Samir kimi oğullarımız çox olsun. Mən onu arzu edirəm. Çünki hər bir valideyn üçün fəxirdir ki, elə bir insan şəxsiyyəti yetişdirib, boya başa çatıb və onu başda həmişə uca edir. Onu çünki ona heç kimə deməyib, öyrətməyib. Onu sanki seçilmiş insan kimidir, yəni mən elə deyərdim. Çünki təəssüf ki, indiki zamanında çox çətindir. İstədiyin kimi həqiqətən böyük şəxsiyyət böyümək çox çətindir. Ətrafa görə, müəyyən məsələlərə görə çox çətindir həqiqətən. Arzu edirəm ki, hamısı təki Samir kimi, həqiqətən hər evə Samir kimi oğul nəsib olsun. Biz dayı oğlu, bibi oğlu olsaq da, amma həqiqətən elə mən məsələn üçün uşaq vaxtından, idmanla məşğul olan vaxtından gəlirdi, şpaqat açırdı, baxırdı, nəsə götürürdü, həvəslənirdi, götürürdü nəsə məsələn. Sonra həmçinin ta böyük vaxtlarımıza kimi nəsə soruşurdu, nəsə maraqlanırdı. Yəni ki, biz o vaxtdan yaxınlığımız olub. Uşaqlıqdan böyüyə-böyüyə o dostluq çevrilib. Nəinki qohumluğu, qardaşlıq şeyinə çevrilib sanki. Ona görə mən açığı desəm, Samir şəhid olanda mən bir 7-8 ay ümumiyyətlə işləyə bilmirdim, iş görə bilmirdim. Heç kim bilmirdi ki, mən gecə 2-3-ün yarısı oturdum, sesi qulağımda Samirin. Sesi qulağımda da hönkür-hönkür oturub, hamı yatıb, heç kim xəbəri yoxdur, mən hönkür-hönkür alırım. 2-3-ün yarısı yata bilmirəm. Yəni çox, həqiqətən o günləri keçirtdim, çətin idi həqiqətən. Çünki yəni o ürəyə dərindən, qəlbimdən, dərimdən oturmuşdu. Yəni o hər insana aid olmur sözsüz ki də. Hər insan üçün onu elə bilməzsən söz. O özümdən asılı deyildi yəni. O ürəyim içərisi sanki yanırdı sanki. Bir yandan bilirdim ki, şəhid uca məqamdadır. Amma bir yandan yəni adam istəyir, bağrına bassın, otursun, gələn kimi 5 dəqiqə oturub bir dərdləşirik, söhbət edir, məsləhət, məşvərət edir. O bilirsən ki, gözünü axtarır, qulağın eşitmək istəyir, eşitmirsən, adamın ürəyi istər-istəməz ağrıyır. Biz onun, çünki bilirik uca məqamda, amma gözümüz görmür axı, bizim istər-istəməz bəsəriyyət gözümüz bağlıdır, nə qədər olmasa da. Ona görə adamı digər tərəfdən çox toxunurdu, acı hissi yaradırdı əlbəttə ki, əziyyətli günlər çox oldu. Əlbəttə ki, o bizim son nəfəsimizdə kimi qəlbimizdədir, heç vaxt. Heç kim o Samiri kim tanıyır, onu mümkün deyil ki, onu unutsun ya bir anlıq yaddan çıxarsa mümkünatı deyil. Sadəcə biraz nisbətən insan özünə toxtaqlıq onunla verir ki, bu insan, bu şəxsiyyət Allahın qonağıdır. Yəni bu hər adamın qismət olmur Allahın qonağı olmaq. Allahın qonağı olmaq böyük bir, bizim üçün də fəxr sayılır ki, bizim yaxınımız, cancigərimiz Allahın qonağı olub, uca məqamdadır. Mən düşünürəm ki, bizi sakitləşdirən məqam da bu məqamlardan biridir. Çünki Samir bir söz işlədirdi, yarı zarafat, yarı ciddi, çox pozitiv oldu o üçün. Deyir ki, vali olsuz da hamımız ölüb gedəcək, dünyamızı dəyişəcək, Allah bizə şərəfli ölüm qismət eləsin. O sözü həmişə deyirdi, o söz həmişə mən indi də qulağımda fırlanır ki, hər insan, indi mən baxaram, görürəm ki, bu insan bu gənc yaşında bu qədər dərin sözü, yəni demək üçün bunu fikirləşməmək içindən gəlib. Çünki şərəfli ölüm adi hər insana qismət olmur şərəfli ölüm. Bu özü də bir böyük bir sözdür, mənalı sözdür. Şərəfli ölüm hamısına qismət olur, amma şərəfli ölüm hər adama qismət olmur. Seçilmişlərə qismət olur. Bu özü də bir mənalı sözdür, mən düşünürəm. Yəni müəyyən sözləri var ki, biz məsələn üçün səmimi danışdığımız vaxtda indi başa düşürəm ki, bu adi sözlər olmur. Bunlar dərin sözlər olur, mənalı sözlər olur. Sözləri çünki ətrafda tək-tük nadir hallarda işlərsən də təəssüf ki, amma bu gənc yaşında bu olandan, bu ətrafında olan yaxın adamdan eşitməyin indi bir yandan özü də bir fərəh hissidir ki, sənin yanında, yaxınlığında, ətrafında, yəni yaxın saydığın insan belə bir böyük insan, böyük şəxsiyyət olub yəni. İnsan üçün bir yandan o da fərəh hissidir, qürur hissidir düşünürəm. Arzu edirəm ki, hələ bütün Azərbaycan oğullarımız həmişə olub, var, yenə də olacaq da, həmişə elə Samir kimi oğullarımız yenə də yeni nəsildə də yetişsin, davam eləsin həmişə və inanıram ki, olacaq da inşallah. Hə, axırıncı dəfə Samir elə təzəcə qayıtmışdılar təlimdən. Ondan 2 gündə sonra müharibə başladı. Amma o bizdən gizlədirdi bunu. O bizə yenə növbəti dəfə hansı bir təlimlərə gedəcəyini bildirirdi. Amma artıq hər şey bəlli idi. Buradan gedəndə hamı ilə görüşdü, halallaşdı. Hər bir kəslə. Amma sanki getmək istəmirdi. Mən ona israrla dedim ki, Samir,
gedib evə çatan kimi onların xüsusi orada dövlətin xidmət elədiyi bir otaqları var idi. Və mən ona dedim ki, Samir, çatan kimi oğlum mənə bir cavab yaz ki, mən arxayın olum. O da dedi ki, oldu anacığım. Nə vaxtdan sonra mənə cavab yazdı. Dedi ki, anacığım, mən artıq çatmışam, evdəyəm. Sonra mən də indi ürəyinə alıram, ona yenədən ruhlandırmaq üçün xeyir dua verirəm ki, Samir, hər şey yaxşı olacaq. Sonra növbəti dəfə yenə gələcəksən, görüşəcək və ona mən həmin bu qapıda hər dəfə də şəkillərini mən çəkirdim. Atası ilə olan şəklini mən ona telefonda WhatsApp vasitəsilə atdım. O mənə orada yazdı ki, sizin hər ikinizə qurban olum mən. Və orada səs yazısı göndərdi ki, inşallah sağ-salamat qayıtsam, görüşərik. Bax, bunu mən bugün də öz telefonumda saxlayıram və gecə-gündüz də o səs mənim qulağımdadır, yəni dilimdədir. Bunu heç vaxt unutmaram. Və döyüş vaxtı da orada 44 günlük müharibədə onun göstərdiyi bütün cəsurluğu artıq hər birimizin yadında və göz qabağımızdadır. Yəni ki, komandirin də dediyinə əsasən durmadan hərəkət etdiyimiz, o aldığımız, yəni düşməndən aldığımız o kəndləri yüksək necə deyim, qəhrəmanlıqla, uşaqlarımızın o meydanda göstərdiyi qəhrəmanlığını bugün danmaq olmaz. Həqiqətən Samirin də şücaəti böyük misilsiz idi. Və sonda onun bir komandiri var idi və o komandiri bizə sonra bildirdi ki, Samir Şuşaya qədər gedən bir fatih idi. Həqiqətən qəhrəmanlığı ilə, igidliyi ilə, mərdliyi ilə aləmlərə səs salan, hətta o uşaqlar həmişə onu vurğulayırlar ki, bizim Samir canlı motivasiyamızdır. Niyə? Hər dəfədir ağır döyüşlərdən, təlimlərdən gələndə o bizimdir, əhvalımızı, ruh yüksəlimizi yüksəldən, bizidir yumor hissi ilə güldürən birdir igid idi. Yəni hər halında Samir uşaqların yadında bax belə qaldı. Biz də Samiri belə tanıdıq. Bugünkü gündə mən bir ana kimi, mən çox fəxr edirəm ki, mən Samir kimi igid, mərd, qəhrəman, uca məqamlı şəhid Samirin anasıyam. Bütün şəhid anaların, atalarının, bacılarının, yoldaşlarının qarşısında ilk öncə baş əyirəm. Onlara demək istəyirəm ki, həmişə əmin olsunlar ki, onların övladları, qardaşları, yoldaşları çox uca məqamdadırlar. Yəni ki, Tanrının qəbulundadırlar, Tanrının qonağıdırlar. Ona görə qəmlənməsinlər. Biz də o mərhələlərdən çox keçmişik, yəni belə deyək, əziyyətli, acılı günlərdən, amma sonda başa düşdük ki, bu uca məqam hər adamın qismət olmur, onu dərk etmək lazımdır və bir yandan Samirin öz dediyi kimi siz sevinindir, kədərlənməyin. Biz o məqama bir çatsaq, siz sevinin, kədərlənməyin. Ona görə biz onu bir müddət, uzun müddət sonra başa düşdük ki, bu insan nə demək istəyib və həqiqətən düz deyib, dərin söz olduğu üçün mən də onlara onu arzu edirəm ki, onlar sevinsinlər bir tərəfdən ki, onların əzizləri, yaxınları Allahın qonağı olublar. Çünki onlar 70 insana şəfaətçi olacaqlar, əlbəttə ki, o da böyük bir sevinç hissidir bir tərəfdən. Sizə də minnətdarlığımı bildirirəm 114 TV olaraq ki, siz gəldiniz, saydınız. Allah siz can sağlığı versin, həmişə işiniz avanda olsun, yolunuz işıqlı olsun. Gəldiniz, saydınız, çəkdiniz, vaxt ayırdınız bizə. Bu qapılar da həmişə sizin üzünüzə açıldı inşallah. Sizin işinizdə də, fəaliyyətinizdə həmişə uğurlu arzulayıq. Samirin adını atası vermişdi. Samirə əvvəlcə qoydu adını. 3 yaş yarım aralarında fərq var. O qədər də mehriban uşaqlardılar ki, Samirə gedəndə məktəbə, indi heç deməzsiniz ki, o vaxt indi elə kasıbçılıq dövrü olub, telefon yox, Samirə ki, 3 yaş ondan böyüdür, gedərdi məktəbə, gələrdi, axı, ay Samirə, bu balacadır da hələ də, 3 yaşı, 4 yaşı var.
oturdardı Samiri qabağında. Nə keçib var Murad bəy hamını, ay Samiri bu balacada o da öyrənirdi. Hamını elə ağzından öyrənirdi. Samiri də çox bilikli, talantlı uşaqdı. O da heç ali məktəb bitirmədi, orta məktəb. Amma demək istəyirəm ki, bu bacı qardaş elə bil iki qardaş idi. İnanın mənə. O qədər sonra öyrətmişdi ona Azərbaycan himnini. Axı Azərbaycan himninin sözləri biraz qəlizdir. O uşağın dili formalaşmayan nitq üçün bu çətindir də. Amma o nə edirdi? 4 yaşı var idi Murad bəy. Böyük bir yığıncaq var idi anamgilin evində, heç yadımdan çıxmaz. Bax bu əlini bax belə qoyub sinəsinə. Bunu bir avazla dedi. Samirin 4 yaşı var idi. Mən bunu çıxışlarımın birində də dedim. Yəni ki bu bax Samiri bunu deməmək mümkün deyil axı. Sonda o ayırırıq hecaya. Azərbaycan. Bax bunu Samir dedi. Yəni bu Azərbaycan himnini bugün özü üçün oxuyan bir igid idi. Və salam onun sabahsı gününü də özü müəyyənləşdirdi və o yolla da getdi. Biz onun yoluna heç bir sərhəd çəkə bilməzdik Murad bəy. O artıq ona verilən həqiqətən o sözdə deyilir şəhid həyatı yaşadı Samir. Ta göz açıb dünyaya gəlib onun beşiyinin başında oxuduğum layladan ta şəhid olana qədər o şəhid həyatı yaşadı. İnanın mənə, biz bunu görə gəldik və bütün bu möcüzələrin tam şahidi olduq. Bizə də bir 3 həftə Samirdən zəng gəlmədi. Qətiyyən zəng gəlmədi. Çox narahat idik. Təbii ki, çox narahat idik. Amma hərəsi bir cür bizi belə ürəyimizə alırdı ki, yəqin orada set tutmur, yəqin nəsə. Axırı ki, amma mən həmin o 5 günü, bax bu evdə özü də çox siqnallar, bizə mesajlar Allah göndərdi o günə. Mənim yoldaşım ürəkdən bildiyiniz kimi də, yəni narahatdır, stent qoyublar. Ona çox olmaz stres yaşamaq, ağlamaq, belə acı şeylər. Mən həmin o günü bax bu süfrədə bir mənə həzin ağlamaq gəldi. Bir mənə gizlədirəm də ondan görməsin mən. Süfrədə qoymuşam, televizora da baxırıq. Yox, mən indi necə gizlədim? Sən deməli o axşam, həmin o saatda Samir şəhid olub. Bax, inanın mənə. Ondan sonra çox belə qəribə bir mesajlar mən və sonra ayın neçəsi idi Vali bizə deməli zəng gəldi. Bax, həmin orada hacının əyləşdiyi yerdə stolda əyləşmişik Vaqiflə. Günortadır. Biz yeməyə, günorta naharına hazırlaşmışıq. Birdən Vaqifə zəng gəldi. Bizim heç birimizin xəbəri yoxdur ki, Samirin şəhidliyindən bütün kənd xəbərdardır, amma bizə demirlər. Və o günü səhəri də mənə Samirə zəng elədi. Demiş ki, sən gecə saat 2-də müqavilə bağlanıb və müharibə bitib. Bundan mənim xəbərim yoxdur. Samirə gördüm ki, ağlayır qızım. Dedim ki, qızım, niyə ağlayırsan? Dedi, anacığım, müharibə bitib. Deyirəm, da bəs Sevin, niyə ağlayırsan? İndi Samir deyirəm, mənə zəng eləməsə də, mənim heç daha nədən nigaranam? Samir özü gələcək, qızım. O günü də Vaqifi göndərmişəm. Vaqif, gedginlə ananın ürəyinə bax, get Vaqif. Bilirsən nə qədər deyirəm, evimizə adamlar gələcək, Samir gəlir. Onsuz da Samir gəlsəydi də 2 aydan sonra gəldi, uşaqlar buraxıldı. Vaqif, get çoxlu meyvə al, süfrə açıq, Samir gəlir. Vaqif də getdi, o qədər yeşik meyvələr aldı. Nə bilim, hazırlıq görürük, amma heç nədən. Heç telefonu belə açmıram. Bir də günorta idi dediyim kimi bizə xəbər gəldi. Qardaşım Vaqifə zəng elədi ki, bəs indi o da deyə bilmir ona. Deyir ki, Vaqif hardasan? Deyir, heç evdəyəm, oturmuşam, nə olub ki? Deyir, Samir yaralanıb, hazırlaş, gedək yanına. Demir daha şəhid olub. Mən elə stolun bər başından deyirəm, gördün Vaqif, mən bilirdim ki, mənim balama nəsə olub mənə zəng eləmir də. Vaqif, gətir bura, mən özüm baxım ona, ya məni apar, indi bir təşvişdəyəm. Yemək nədir? Hər şey çıxdı yaddan, yemək nədir? O gündən inanın Murad bəy, axşama kimi bu ev doldu, boşaldı. Mən indi deyirəm, sakit oluram, yenə başlayıram. Amma çox maraqlı bir deyim idi. Ürəyim çox sakit idi. Bilirsiniz niyə? Çünki o şəhidlik barəsində də mənə o vaxt hazırlamışdı Samir. Necə? İndi onu deyim.
Az bir vaxtda, o mənlə az bir vaxtda, amma həmişə tələsirdi Samir. Söz deyir deyə tələsirdi, qaçırdı elə bil. Nə bilim, ay Samir, biraz sakit ol. Nə desə mənə yaxşıdır. Bir günləri oturmuşam, şəhidlikdən söz düşdü. Mən dedim ki, əlbəttə ki, bilirəm oğlum şəhidlik nə deməkdir. Ana oğlunu itirir, acı çəkir. O mənə belə yumşaq formada qucağına qucaqlayıb dedi, anacan, sən heç bilirsən şəhidlik nədir? Oğlu şəhid olan ana heç vaxt ağlamaz. O sevinər. Ona baş sağlığı yox, göz aydınlığına gələrlər. Sonra əlini belə qaldırıb dedi, o da bizə qismət olsa, ya nəsib qismət belə eləsin. Yəni o qədər bu şəhidlik arzusu ilə yaşayan bir şəhid idi. Ona görə mən bilirəm bu kim nə danışır, nə olub, amma yenə heç nə olmamış kimi sakitəm. Çox sakitəm. Hətta mənə buna görə iynə də vurdular həkimlər ki, ola bilsin ana şokdadır. Amma xeyr, mən bugün də özümdəyəm və Samirimlə qürur hissi ilə fəxr edirəm. Samirim var və onun hər gün varlığı ilə yaşayan bir anayam. Bugün mən bir şəhid anası kimi təbii ki, bütün analara səslənirəm buradan. Varlığı ilə yaşadığımız şəhidlərimizin ruhu hər zaman şad olsun. Şəhidlərimiz bugün bizim qürurumuz, and yerimizdir. Şəhidlərimiz qəlbimizin sevgisi, dilimizin duası, gözümüzün nurudur. Şəhidlərimizin hər bir kəsin yoluna işıq saçan bir mayaqdır. Qazilərimizə də eyni zamanda can sağlığı, işlərində uğurlar arzu edirəm. Və uca məqamlı şəhidlərimizin daim ruhu şad olsun. Mən bugün çox fəxr edirəm ki, mən belə bir oğlun, Samir kimi igid, mərd, qəhrəman, uca məqamlı şəhidin anasıyam. Döyüşlərdə qalib oldum, öz qanıyla tarix yazan qəhrəmansan, igid oğlum. Sən vətənin həm namusu, qeyrətisən, bu milləti xilas edən şərəfisən, izzətisən, Samir adlı ürəklərdə yaşayacaq bir sevgisən. Alqış deyir vətən sənin hünərinə, bu hünərlə nəsillərə nümunəsən. Sonda sizə çox-çox təşəkkür edirəm. Siz gəlib belə bir qəhrəman şəhidlərimizin haqqında, onların həyatını işıqlandırdığınıza görə çox-çox sizdən razıyam. Allah sizdən razı olsun. Gələn ayaqlarımız var olsun.